Salam dəyərli şagirdlər. Bu sualın izahına baxaq. Kvadrat tənliyi həll eləyin deyir. Deməli, ilk öncə kvadrat tənliyi həlli üçün bizə diskriminant lazımdır. D bərabərdir B kvadratı, yəni 2-nin kvadratı 4, daha doğrusu mənfi 2-nin kvadratı çıxılsın, 4 vurulsun, 1 vurulsun 5 bərabərdir. 4 minus 20 bərabərdir mənfi 16. Burada diskriminant sıfırdan kiçik olduğu üçün bunun həqiqi ədədlər çoxluğunda həlli yoxdur. Amma bunun kompleks ədədlər çoxluğunda həlli var. Niyə? İndi biz mənfi 16-nı mənfi 1 vurulsun 16 kimi yaza bilərik. Və biz bilirik ki, kompleks ədədlər çoxluğunda i kvadratı mənfi 1-ə bərabərdir. Deməli, mənfi 1-in yerinə i kvadratı yaza bilərəm. Yəni, 16 i-nin kvadratı. Diskriminant oldu 16 i-nin kvadratı. Gəlin tənliyin köklərini tapaq. x1 bərabərdir 2 üstəgəl kök altında 16 i kvadratı bölünsün 2 bərabərdir. 2 üstəgəl 16 kvadratından 4i çıxacaq, bölünsün 2. 2-yə bölsək, deməli 1 üstəgəl 2i olacaq. Və ikinci kökünü tapsaq, bunun qoşması olacaq. Yəni 2 minus kök altında 16i kvadratı bölünsün 2. Yəni 2 minus 4i bölünsün 2, 1 minus 2i olacaq. Deməli, tənliyin köklərin biri oldu 1 plus 2i və digəri oldu 1 minus 2i.